Nətədir sanla bura? Bax, hörmətli dostlar, bax bizim bu Zəngilan rayon Ağalı kəndidir. Mariya nənəmizdir. Kəndimizin ağbirçəyi. Köçüb Mariya nətədir sanla? Xoşun gəlir bura? Vətəndir də. Vətəndir, bax görürsən. Bax, indi bu... Gəzməyə yadır ki, ölməyə uzaq olsun. Estağfurullah, bəli. Bax, həyətlərinə baxın. Toyuq saxlayır. 85 yaşı var. Toyuq düzəl saxlayır. Baxın həyətə, siz abla. Bax, fikir verin. Cənnət. Ağaçları, gülə, çiçəyə baxın siz Allah. Bax, bu cür Allah dövlətimizi var eləsin. Yəni, kim işləyirsə, belə deyək də, onun üçün rayonda, kətdə hər cür şərait var. Bax, baxın, gör necə gözəl bir həyat qurublar. Bax, fikir verin siz Allah. Bax, gül, çiçək, lobiyadan bir əkiblər, hər bir şey, hər bir şərait qurulur. Bax, bunların həyətləridir. Bu dayım, Allah rəhmət etsin, Səmədov Məhəmməd rəhmətə gedib, o vaxtı buradan köçkün düşəndə 93-cü illər. Tək ailə gediblər buradan. Amma bugünkü gündə uşaqları da hamısı maşallah evlənib, ərə gedib. Bax, hamısının da evləri yanbayandır. Belə çəkib göstərmədən məqsəd budur ki, Allah dövlətimizi var eləsin. Bir ailə getmişdir, 5 ailə qayıdıblar, hamısına da ailəli evlər verilir. Bu da bunların həyətləri. Baxın. Gözəlliyə baxın. İndi bəzi insanlar var ki, nakorlar bəyənmirlər. Ama bundan gözəl heç nə ola bilməz. Yəni gözü götürməyən o müxalif sözlər var ki, kəndimizi biabır edirlər ki, kətdə şərait yoxdur, falan şey yoxdur. Baxın. Bundan gözəl nə ola bilər, siz Allah. Bunların həyəti. Bu böyük dayım oğlu Mühəbbətin həyətidir. Onun ortancıl qardaşı Hümbətin həyəti. Bu da şofer işləyir burada. Günləlik belə deyək də. Sərnişinləri aparır, aeroporta gətirir. Bu da bunun həyətidir. Heç vallahi xəbərlər yoxdur, mən buradan belə çəkiliş eləyirəm. Bu da bunların həyətidir, baxın. Gör, necə gözəl kartoşka əkiblər. Bu da daimin, belə deyək də, ortancıları. Mən necəsən? Gəlirəm, hardan qapıdan atır. Baxıram, görüm həyətindən nə emirsən. Bax, maşallah, bu da Hümbətin həyəti. Baxın, görün, necə gözəl. Maşallah, gül, çiçək, hər şey. Həyətdə nə emirsən, day oğlan? Bax, maşallah, bax, hər şey əkib. Həyəti, gül, çiçək. Necəsən qazanım? Necəsən? Sağ ol, baxın siz Allah. Toyuğu, düzəsi, hər bir şey. Deyirlər iş yoxdur. Yəni, iş bacaran üçün hər cür iş var kənddə. Baxın. Bax, bu da bunların həyəti. Allah dövlətimizi var eləsin. Həyət yanı sahə verib, hər şeydə əkiblər, becərirlər, baxın. Bax, deyirlər kənd həyəti, kənddə filan şey yoxdur. Nə şərait, bundan gözəl şərait nə olsun? Baxın, toyuqları, düzələri. Siz Allah, baxın. Bu da bunların həyətləri. Bu dayımgilin ikinci həyətidir. Bax, əziz qardaşlar, bacılar, bax. Deyirlər, bəzi ağzı göçəklər YouTube'a da qoyurlar ki, Ağalda zülümsə ki, Ağalda hər cür şərait var işləyənlər üçün. Kim ki, kənddə necə işdə olub, o vaxtlar eyni qaydada həmən şeydir, yəni hamısı ailədən gəlir. Allah dövlətimizi var eləsin, Allah ordumuzu var eləsin ki, bu gözəl günü, şəhidlərimizə rəhmət eləsin, bu gözəl günü bizə bəxş elədi ki, gəldi öz doğma yurdumuzda, ama belə bu işlərlə məşğul olur. Baxın, bu da ikinci oğlunun həyəti. İndi keçirəm buradan o balaca ortancıl qızının Bahar xanımgilin həyətinə, oradan da gəlirəm, bir dənə. Baxın, bax siz Allah. Yəni, belə bir şeyləri mənim bir vətəndaşlıq borcumdur ki, bunu göstərəm, bütün millətimizə görsün ki, işğaldan azad olmuş qayıtılan torpaqlarda işləyən adam üçün hər cür şərait var. Amma işləməyənə heç hərdə yer yox. Bu da bunların gözəl həyətləri.
Bu da bizim kendimizin küçələri. Geniş yolları maşallah. Baxın həyətə necə gözəl abadlı işlər gedir. Ümumiyyətcə Şərqi Zəngəzur nümayəndələri xüsusi diqqət edir. Bütün cəmaatın qayğısına qalır. Polislərimiz gözəl asayişimizi qoruyur. Allah onları var eləsin. Bu da balaca dayım qızının evi. Yəni demək istəyirəm ki, gəlmişlər bir ailə, bugünkü gündə dövlətimiz 5 dənə ev verib bunlar. Yəni çünki hamısı ayrı-ayrı ailələr. Doğrusu ikisini təkrar bilmirəm, biraz uzaqlarlar. Bu da Bahar xanımgilin həyatı, baxın. Baxın siz ala, bax deyirlər ki, kim harada necə işdir? Hala o necəsən? Sən qoy bir dənə çəkin buranı maşallah. Toyuqcan var. Ha, indi baxın görün. Ay maşallah, maşallah. Sən yaxşı çay qoy gəlsən. Necəsən? Baxın siz Allah. Bu da bunların gözəl həyəti. Toyuqları, cüzələri. Bax, kənddə deyirlər iş yoxdur. Qardaş, baxın. Hamı üçün iş var, baxın. Bu da acıyla eləyir, toyuqcasını ayrı saxlayır. İndi bəzi, yenə üzr istəyirəm, ağzı göçəklər kənddən qoyurlar ki, kənddə belə. Kənddə hər cür şərait gözəldir, evlər gözəl tikilib, hər bir şərait var. Bax, qız Allah var eləsəz, nə istəyirsən? Ay maşallah. Seninle görüşmüşsün, başım yaman güldədir. Öpürəm. Sağ ol qadam. Baxın, bax, bu da dayım qızının öz təsərrüfatı, öz həyat bazasına baxın. Kartoşkasını əkib, xiyarın, pomidorun, bax, solu suvarır.